Burada mis y'in də misin kütlə payı A-dır. Mis z-də misin kütlə payı 1,2 A-dır. Düzdürmü? Deməli, burada nə edə bilərik? Bunun kütlə payı A-nı tapanda nə edəcək? 64 plus y-ə. Burada tapmaq istəyəndə nə edəcək? 1,2 A-da bərabərdir 64 plus z-ə. Eləyə bilərikmi belə? Bəli, eləyə bilərik. İndi nə edirik? Bunları buna bərabər eləmək üçün bu ifadəni 1,2-yə vurmalıyıq. Yəni 1,2 64 bir də burada bir şərt verir ki bizə. Ayır y bərabərdir 2 ayır z-ə. Düzdürmü? 2 ayır z-ə. İndi bura 64 y-in yerinə mən yazıram 2z. Düzdürmü? Bəli. Və bu da bərabərdir 64 plus z-ə. Aha, başdan. Xeyr. İndi bunu hesablayırıq. 64'lər gedir mexaniki olaraq ixtisar. 1,2-ni böləcəyik 64 plus 2z-ə bərabər eləyirik. 1 bölünsün 64 plus z-ə. Bu 1,2 adı yuxarıda. 1,2 sadəcə. Bunlar getdi ixtisar. Buradan nə aldıq biz? Z-i nə tapdıq? Z-i tapdıq. Buradan biz tapmışdıq. Düzdürmü? Z 16'dırsa yazıb ki burada y 2z-ə bərabərdir. Y-in yerinə 2-ni vururuq 16-ya eləyir 32. Və şərtdə bildirir ki y-in protonlarının sayına neutronların sayı bərabərdir. Y-in proton sayı da x verək, ixtiyari neutron sayına da x verək. Düzdürmü? Bu da 32'dir. Bilirikmi kütlə ədədi? 2x bunları toplayırıq, kütlə ədədini verir də. Protonla neutronun cəmi kütlə ədədini verir. Ona görə 2x bərabərdir 32-yə, x də bərabərdir 16-ya. Cavab 16. Müsbət 16. Protonun yükü də, nüvəyin yükü də necə olur? Müsbətdən olur və müsbət 16. Y-imiz müsbət 16 olacaq.